Sizi 8 noyabr səfər günü münasibətilə görüşən sağ olun. İlk səfər səfər günü adamdan çıxan şəhidlərimizə ruhsuz bir dəqiqəli şutlayar. Allah rəhmət etsin. Allah rəhmət etsin. 8 noyabr səfər günü qeyd edilir. Bu tarih 2020-ci ilin 8 noyabrında Azərbaycan ordusunun Şuşa şəhərini azad etdiyi gündə müəyyənləşdirir. Şuşanın azad olunması ilə Vətən müharibəsində böyük qələbəmiz rəsmiləşdirir. 2020-ci ilin 27 sentyabrında başlayan 4 günlük Vətən müharibəsi xalqımızın birliyi, ordumuzun gücü və Ali Baş Komandan İlham Əliyev müdrik rəhbərliyi ilə böyük zəfərlə başladı. Ayaklarına yapan üstünleşiyordu. Orada bu durumda ölen varsa efendim.
zalimler onlardan uca, kükreyip her biri yerinden durar. Bize göz dikeni gözünden durar. Düşmenden almada canımız kalır, dolma torpaklarda canımız kalır. Yayılsın etrafa şenli sesleri, Şuşa'da yükselsin üçerli bayrak. Vur taban bir vur, bir söz kalmama, emret Şuşa'da bayrak sancmama. Vur bizi gözleyip donma karama, ileri esken sefer çalma. Bir vur, bir söz kalmama. Səhnəyə gəlir ana və uşaq. Anacan, niye hamı sevilir, niye hamı şadlanır? Əziz oğlum, bu gün Zəfər bayramıdır. Biz bu gün 44 günlük qələbəmizi qeyd edirik. Atan da yanımızda olsaydı bir yerdə bu günə qeyd edərdik. Artıq sənin atan yoxdur. Sənin atan 44 günlük müharibədə qoşularaq qəhrəmancasına şəhid olub. O artıq cənnətdədir, o bizi oradan istəyir. Anacan, mən sənə söz verirəm. Mən nə qədər yaşayacamsa atamın adına həmişə dokunacağam. Mən səninlə və atamla fərq edib qürur duyuram. Biz bu torpaqlarda vuruşduq, soyup gəzənlərlə addım-addım irəlilədik. Hər addımda şəhidlər qəlbimizdədir. Onların ruhları bizə yol göstər və göstərəcəkdir. Biz bu torpaqları düşmənlərə necə verə bilərik? Bu torpaqlar ruhlarından neçəsi şəhid, neçəsi qazi oldu. Biz bu torpaqları unutmayıb, unutulmayın. Biz bu torpaqlara sevgimizi, qəlbimizi, canımızı verdik. Çünki biz bildik, bu torpaq bizimdir, bu torpaq bizim ata yurdumuzdur. Uşaqlar, bu bayraq bizim şərəfimizdir. Qırmızı qanımız, yaşıl ümidimiz, mavi Türk kökümüzdür. Bu bayraq 8 noyabrda Şuşada yenidən ucaldı. O an bütün Azərbaycan ayağa qalxdı. Müəllimə, demək ki biz qalib qaldıq. Bəli, əzizim, qalib qaldı. Çünki birliyimiz, inancımız və igid oğullarımız var. Müəllimə, mən çox fəxr edirəm ki, bu Azərbaycan xalqının vətəndaşıyam. Mən öz kəndimizin şəhidlərini tanıyıram. Hansları? Abdullayev Həsən, Qəmbərli Talih, İlham Məmmədli, Əşbərov Nicat, Heydərov Nagib. Əziz şahidlərim, bizim borcumuzdur bu şəhidlərin, qazilərin adlarını daim yaddaşlarımızda yaşatmaq. Mən 1990-cı ilin ağrılarını görmüşəm. O vaxtlar kəndimiz yanırdı, ürəklərimiz ağrıyardı. Amma mən inanırdım, bir gün bu xalqımız dirçələcək. Və o gün gəldi. Ali Baş Komandanın rəhbərliyi altında ordumuz zəfər qazandı. Babacan, bugün yine bir torpağımız düşman torpağından azad edildi. Əlbəttə, əvvəllər biz vuruşduq. İndi siz vuruşursunuz. Gələcək nəsillərimiz də vuruşacaq. Bu gün biz qalib qaldık. Bizim ordumuz, bayrağımız və qürurumuz var. Azərbaycan Respublikasının prezidenti 2020-ci ilin 2 dekabr tarixində fərman imzalayaraq 8 noyabr tarixini zəfər günü elan etdi. O gündən etibarən hər il bu tarixdə ölkəmizin hər yerində bayraqlar dalgalanır. Zəfər yürüyüşləri keçirilir və şəhidlərimizin xatirəsi anılır. Gözün aydın ey ana vətən, şəhidlərin qanızları qanır. Səfər saldın bir savaşdan sən, qalib adım gəzdi cahanı. Uca dağlar boyunluğunda, kırpılan məsələləri. Yollar boyunca açıldı günlər, ay ulduzlu bayramlar koşar. Harbi gül yazıktır gazeter, bayram edince yine çıkar. Bir başkan av olsun özü, sağ ol bize, sağ ol bize.
etsin. Bu merhum ucalıkta tarihin erinkisi, seni çefen yerine gelenlerin gül sesi, seni çefen yerine gelenlerin gül sesi, seni ümit yerine kalbinde gizleyenler, esaretin işğalın sonunu gözleyenler, seni namus səngəri, səni qutsan amanət, səni ocaq sayaraq, gizli əzizləyərlər, səni ocaq sayaraq, gizli əzizləyərlər, dərindən nəfəs alıb, incəsinlər üstündən, səni əyli baxanlar, dağlansınlar gözündən, hava tutqun olanda, ayı səs bucağına, ulduzlar ışıq səpsin, yurdun hər bucağına, ulduzlar ışıq səpsin, yurdun hər bucağına. Mavi Türklük şərəfim, varlığımız əbədi, yaşıl dinim, imamın sevgimizin məbədi, qırmızı da al qanım, axdı vətən yolunda, əsarət zəncirini qırmaq üçün qolunda, əsarət zəncirini qırmaq üçün qolunda, ucal başımız üstə, ruhumuz üçün ucal, qanımların eşkimiz, duyğumuz üçün ucal, dünəşsən icralar, ayaqları atanlar, qızıldan tükrərək, oxşasın sinəsində, Xəzər səndən rəng alsın, sən Xəzərdən coşqunur, yurdumun bizi görsün, bu birliklənməsindən, yurdumun bizi görsün, bu birliklənməsindən. Sən güneşe qalxarsan da, bu torpaqdır beşiyin, daha sənə el çatmaz, dursalar da qəsdindən, bugün azadlığımsan, Bakının göllərində, sabah da təbrik ol, ucal Təbriz üstündə, sabah da təbrik ol, ucal Təbriz üstündə. Dərindən nəfəs alıb, incəsinlər üstündən, səni əyli baxanlar, dağlansınlar gözündən, hava tutqun olanda, ayı çək bucağına, ulduzun ışıq səpsin, yurdun hər bucağına, ulduzun ışıq səpsin, yurdun hər bucağına. Dəmir yumruq düşmənin məğfur başını əzdi. Düşmənlər Qarabağda daima qala bilməz. İndi Azad Qarabağ günbəcün abadlaşır. Mənim qədim torpağım sənə çox yaraşır. Vətən müharibəsində biz qələbə qazandık. Bu gün zəfər günüdür. Qəhrəmanları andır. Tarix yazdı igidlər, hamısı əzizimizdir. 44 günlük müharibə şanlı tariximizdir. Şad xəbəri eşidib kök sötürdü içlərindən. Qəlbim diqqətə girdi ordumun zəfərindən. Komandan əmr eləsə dağ oynayar yerindən. Azərbaycan əskəri baxmaz qara yağışa, gözlərin aydın Şuşa. Biz əzmişik düşmən başın savaşta, silinməz tarixdə qaldı yaddaşda. Bizimdir əbədi
gələcək nəsillər üçün qürur, vətənpərvərlik və birlik rəmzi olsun. Şəhidlər ölməz, vətən bölünməz. Müəllimlər, əziz şagirdlər, dəyərli qonaqlar, hər birinizi salamlayıram. Bugün biz buraya Azərbaycan tarixinin ən şanlı, ən qürurlu, ən iftiharlı səhifələrindən olan 8 noyabrı qeyd etmək üçün toplaşmışıq. Bizə məlumdur ki, 2020-ci ilin sentyabrın 27-sində başlayan Xalq Savaşımız 44 gün davam edir. Və bu 44 günün ən zirvəsi, ən finalı Şuşa şəhərinin noyabrın 8-də işğaldan azad olunması oldu. Ki, Cənab Prezident Müzəffər Ali Başkomandan 2020-ci ilin dekabrın 2-sində verdiyi sərəncamla 8 noyabr zəfər günü kimi qeyd olmağa başlayır. Və biz buraya həmin qələbəni, düşmən üzərində qələbəmizin, torpaqlarımızın işğaldan azad olunmasının 5-ci il dönümünü qeyd etmək üçün toplaşmışıq. Bu bayram münasibəti ilə sizin hər birinizi səmimi qəlbdən təbrik edirəm. Bugün bizim tədbirimizdə hamımızın sevimlisi, əməkdaşımız, iş yoldaşımız, məktəbimizin şəhid məzunu olan Talib Qəmbərimizin, Talib qardaşımızın atası Abil əmi də buradadır. İcazənizlə bir Abil əmini dinləyərdik. Abil əmi də bu şagirdlərimizə, bizlərə icra sözlərini deyərdik. Buyurun Abil əmi. Mən birinci növbədə mən təbrik edirəm təşkilatçılarımız. Sağ olun deyirəm. Nə deyirəm? Allah şəhidlərin görəlməsi etsin. Dərdlərin dözməsi. Bu məktəbdə şagirdlərimizin təlim tərbiyəsində əziyyəti olan Agil müəllim də iştirak edir. Agil müəllim sizlərlə dinləyək. Buyurun. Əziz uşaqlar, hörmətli müəllimlər, bu əzəlamətlər gündə çox şadam ki, mən sizinlə bərabərəm. Məlumatlı olanda, dəvətim olanda ki, mən bugünkü tədbirdə iştirak eləməliyəm. Mən çox şad oldum. Məktəb mənim üçün doğmadır, əzizdir. Bura mənim üçün ziyarətgahdır və sizləri görmək bu günlər mənim üçün çox xoşdur. Mən hardasa 5 ay 6 ay olan ki, məktəbdən ayrılmışam və baxıram ki, uşaqlarım hardasa bir qədər də böyüyüblər və bugünkü tədbirdə bir daha mən əminliklə deyə bilərəm ki, çox şad oldum. Uşaqların hər birini çox sağ olun deyirəm, var olun deyirəm. Nə yaxşı ki, sizlər varsınız, hər biriniz varsınız. Sizlərlə işləmək xoşdur. Şadam ki, sizlərlə işləmişəm və bu günlərdə hesab edirəm ki, mən sizin sıranız gəlmiş ailədir, mən sizinlə. Bayramınız mübarək olsun. Tədbir iştirakçıları, əziz şagirdlər, sizin hər birinizə dərin təşəkkürümü bildirirəm. Bir daha bayramınız mübarək olsun deyirəm. Bu tədbirin ərsəyə gəlməsində Agil müəllim sizə dərin təşəkkür bildirirəm. Sizlə bərabər əziyyəti olan hər kəsə, adını çəkməyib, hər bir kəsə dərin təşəkkür bildirirəm. Uşaqlar, çox sağ olun. Sizlər varsınız ki, bizlər varıq. Sizlərin hər biriniz bir dəyər, bir istedadsınız. Bu istedadlarımızı üzrə çıxartmaq biz müəllimlərin borunudur. Sizlərə təşəkkür edirəm. Bu torpaq, bu vətən sizindir, bu qələbə sizindir. Bayramınız mübarək olsun.